1908-ci ildə Üzeyir Hacıbəyov Şərqdə ilk operasını yazır. Leyli və Məcnun. ...1909-cu ildə Ər və Arvad, O olmasın, bu olsun operettaları ilə Azərbaycanda. Neynək? O olmasın, bu olsun. 1913-cü ildə isə Peterburqda Arşin Malalanı yazaraq Rusiya imperiyasında operetta janrının əsasını qoyur. Arşin Malalanın şöhrəti Rusiyanın məşhur kino sahibkarlarının diqqətini cəlb edir. 1916-cı ildə məşhur Rus rejissoru Boris Svitlov Bakıda Arşin Malalan filminin çəkilişlərinə başlayır. Eyni vaxtda Peterburqdan Bakıya gəlmiş Belyakov adlı sahibkar da həvəskar aktyorlarla Arşin Malalan filminin çəkilişlərinə başlayır. Belyakov qısa müddətdə filmi çəkib 1917-ci ildə Forum kinoteatrında nümayiş etdirir. Həm zəif olduğundan, həm də müəllifdən icazəsiz çəkildiyindən Üzeyir Hacıbəyov filmin yayılmasına qadağa qoyur. Boris Nikolayeviç Svitlovun çəkdiyi Arşin Malalan filmi isə 1917-ci ilin aprelində Bakıda Opera teatrında nümayiş etdirilir. Artıq Qərbi Avropada məşhurlaşmış Arşin Malalan operettasına 1937-ci ildə Amerika Birləşmiş Ştatlarında Hollywoodda erməni rejissoru və prodüseri tərəfindən musical janrında film çəkilir. 1937-ci ilin mart ayının 5-də ekranlara buraxılan filmdə əsərin müəllifinin Üzeyir Hacıbəyovun adı göstərilmir. 1942-ci ildə İrana Sovet qoşunları üçün konsert verməyə qastrola yollanmış Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi də filmi görür. Üzeyir Hacıbəyov Stalinə məktub yazaraq müəllif hüquqlarının qorunması üçün kömək istəyir. Stalin Üzeyir bəyə cavabında bildirir ki, SSR-i Beynəlxalq Müəllif Hüquqları Konvensiyasının üzvü olmadığına görə onun müəllif hüquqlarını qorumaq mümkün deyil. Stalin çıxış yolunu yeni Arşin Malalan filminin çəkilməsində görür və bu haqda göstəriş verir. 1943-cü ildə Tehranda keçirilən konfransa yollanan Stalin Hollywoodda çəkilmiş Arşin Malalan filminə baxmaq imkanı əldə edir. Stalin Tehran konfransından qayıdan kimi İkinci Dünya Müharibəsinin ən qızğın vaxtında Arşin Malalan filminin ən qısa vaxtda çəkilməsinə qəti göstəriş verir. Mircəfər Bağırov isə filmin çəkilişi ilə bağlı bütün işlərə rəhbərlik edir. 1944-cü ildə Arşin Malalan filminin çəkilişləri başlayır. Bakı Kino Studiyasının pavilyonunda Arşin Malalan filmi çəkilib qurtarmaq üzrədir. Filmin quruluşu rejissorları Rıza Təhmasib və Leşenko, operatorları Əlsəttar Atakişiyev və Muxtar Dadaşov, baş rəssamı Şvets yoldaşlardır. Demək olar ki, hər gün kinostudiyaya Ermənistandan teleqramlar vurularaq Rəşidin qayıtması tələb edilir. Əvvəllər bu çağırışlar dövlət tədbirlərində iştirak etmək üçün edilirdisə, daha sonralar onlar müğənnini şirnikləndirərək caz orkestrinin bir çox xarici ölkələrə dəvət aldığını yazırdılar. Rəşid Behbudovla bağlı vurulan teleqramlar haqqında Mircəfər Bağırova məlumat verilir. Bağırov onu yanına çağıtdıraraq, sən bizim xanəndə Məcidin oğlusan. Sən Azərbaycanlı oğlusan. İnsan gərək öz vətənində yaşasın və öz xalqına xidmət etsin. Sorağın bütün Azərbaycana yayılıb. Sən Bakıda yaşamalısan, deyə ona münasibətini bildirir. Elə oradaca Rəşidin evlə təmin olunmasına əmr verir. Bu hadisə Rəşid Behbudovun çoxdan bəri xəyalını qurduğu arzusunun Çin olması demək idi. Ömürlük olaraq taleyini öz sözü ilə desək, canından çox sevdiyi vətəninə
bağlamaq demək idi. Rəşid Behbudov Azərbaycana qayıtmaq üçün Ermənistan caz orkestri ilə 2 il mübarizə apardı. Azərbaycana 1944-cü ildə qovuşa bildi. Bu gəlişlə də öz həyatında yeni səhifə açdı. Bakımın həsrətilə yandım, ürəyimlə sevdim vətəni. Ölkələr, şəhərlər çox gəzib dolandım, söylədim bu gözəl nəğməni. Anam Xəzər, əziz şəhər, Arşın Malalan filmi çəkilib qurtarmaq üzrədir. sevirəm mən səni. 1945-ci ildə Arşın Malalan filminin çəkilişi başa çatır. Amma yox, o mənə qız verməz. O bir bəy adam, mən isə fağır bir aşınmalçı. Demək su varsa? Elə bənd oldum, elə bənd oldum, elə bənd oldum dilbər. Dura bilmərəm sənsiz. Axtarıb tapdım səni, axtarıb tapdım səni, sən də mi sevdin yar məni? Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı. Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı. Filmi ilk dəfə olaraq Stalinin baxması üçün Moskvaya aparırlar. O filmə bir neçə dəfə baxdıqdan sonra yaradıcı heyətin mükafatlandırması üçün əmr verir. Ona təqdim olunan siyahıda baş qəhrəman adını görməyən Stalin, Rəşid Behbudovun da adının oraya daxil edilməsini istəyir. 1946-cı ildə Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Leyla Bədirbəyli, Rıza Təhmasib və Əli Səftər Atakişiyev o dövrün ən yüksək və qürurverici mükafatı Stalin mükafatı alırlar. Beləliklə, bu film bütün dünyaya Azərbaycan musiqi mədəniyyətinin zənginliyini və milliliyini göstərdi. Arşın Malalan filmi Rəşid Behbudovun ifasında dünyada Azərbaycanın sinoniminə çevrildi. Əskər obrazı Rəşid Behbudovun kino sənətinin yaşıl işığına çevrilir. 49 ölkədə, 120 teatr səhnəsində, 66 dildə oynanan bu musiqili komediya əvəzsiz ekran əsəri kimi 100-dən çox ölkəyə satılaraq 70-dən çox dilə dublyaj olunur və dünyada ən məşhur filmlərdən birinə çevrilir. Bu film Rəşidin dünyaya açılan ilk körpüsü olur. O hansı ölkəyə gedirdisə, Arşın Malçı kimi qarşılanır, Rəşid Behbudov kimi yola salınırdı. ...1946-cı ildə Rəşid Behbudov Bakıda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayır. Ey şirin sözlü, derin çiçek, sensiz geçmez ömrüm bir ah. Müğənni bu illərdə gənc və istedadlı bəstəkar Tofiq Quliyevlə tanış olur. Rəşid bir çox mahnılarını Tofiq Quliyevin müşayiəti ilə 40-cı illərdə dəbdə olan caz üslubunda ifa edir. Rəşid 1946-cı ildən sonraki bütün səfərlərində Tofiqlə bərabər çıxış edir və Azərbaycan xalq mahnılarını SSR-nin ən müxtəlif şəhərlərində yeni üslubda və bir neçə dildə təbliğ edir. Müasir estrada janrının inkişafı da bu dövrdən başlayır. Sinəngdə boyatıb oldum bəxtiyar, sən deyil keşkimin yadigarı var. Sən mənim söhbətim,
şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Moy qorxrasatı, İslavı himiçdi, moyo bogatstvatı, Baku radnoy, Baku radnoy, Baku radnoy. Rəşid Behbudov bəstəkar Fikrət Əmirovla da xalq mahnıları üzərində işləyir. Dağlar qızı reyhan, 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 parlaqdan ulduzu reyhan, reyhan, aləm sənə heyran, 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 aləm sənə heyran, heyran, heyran. Nə qəşəngsən ay qız, gül çiçəksən ay qız, bir danəsən ay qız, dürdanəsən ay qız. Fikrət Əmirov xalq mahnılarını klassik vokal nümunəsi kimi romans şəklində Rəşidə təqdim edir. ...1946-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi Rəşid Behbudov bəstəkarlarla yaradıcılıq münasibəti qurur. Səid Rüstəmovla Alagöz, Gəlmədin, Bahar sularda yandı, qəlbim həsrətlə yandı, rəyin nədən dolandı, ilk görüşə gəlmədi. Qara Qarayevlə Mən sizi sevirdim, Xəzər Neftçiləri balladası. Мы ее с морского дна все равно добудем. Rauf Hacıyevlə Sevgilim, Ürəyimdə təksən, Sənsiz dünyam, Bahar sənsiz kimi mahnıları yaradır. Gülə bilməz gülüm, bahar sənsiz. 1953-cü ildə Fikrət Əmirov Sevil operasını bitirir. Hələ opera üzərində işləyərkən bəstəkar əsərin gələcək ifaçılarını artıq müəyyən etmişdi. Əsərin əsas qəhrəmanı Balaş obrazı Rəşid Behbudov üçün nəzərdə tutulmuşdu. Sevil operasının premyerası 1953-cü il dekabrın 25-də Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində keçirilir. Sevil əsəri müasir operalardan biridir. Sevil rolunu Azərbaycan SSR əməkdar artistqası Firəngiz Əhmədova ifa edir. 1959-cu ilin yazında Moskvada 2-ci Azərbaycan incəsənəti və ədəbiyyatı 10 günlüyü də məhz Sevil operası ilə açılır. Балаш тяжело переживает свое одиночество. Партию Балаша исполняет народный артист республики Рашид Бейбутов. Əsər böyük uğurlar qazanaraq həm bəstəkara, həm də müğənniyə böyük şöhrət gətirir. Fikrət Əmirov Rəşid Behbudova yazdığı məktubunda deyir: Əzizim Rəşid, Balaşın partiyasını yaratmaqda mənə göstərdiyin köməkliyə görə və verdiyin qiymətli məsləhətlərə görə təşəkkür edirəm. Balaşın obrazını qeyri-adi, yüksək səviyyədə yaratdığına görə də dərin minnətdarlığımı bildirirəm.
açılmayır, bugün nedendir? 1955-ci ilin ilk günlərində Rəşid filmdə baş rola çəkilmək üçün dəvət alır. Bunu oku görüm. Kışkırır kaçak. Biz onu kurtarmalıyız. Musiqili film bütünlüklə Rəşid Behbudovun sənəti üzərində qoyulur. Bəxtiyar Muradovdur. Bəli, Bəxtiyar Muradov. Neft çıxdı. Qiyamətdir. Əla neftdir. Şakalat kimi o kez dünyada çok bahtiyardır. Sadık ayrılmaz dostları vardır. Derdi sevinci. Bəxtiyar filminin bəstəkarı Tofiq Quliyev olur. Şerefim, şöhretim, tükenmez dövletim, azizim sen. Benim söhbetim, şerefim, şöhretim, tükenmez dövletim, azizim sen. Abi sen ne istiyorsun? Ben konser istiyorum. Ben okuyacağım. Ha! Kim okuyacak? O ne danışır? Özümü Türkiye'ye vurma. Fırıldakçı. Bu ne demek istiyorsun? O ne danışır? Ben ne bilirdim? Mecnun oğul, qəsrlərdə lüks numara, taksi, konserlərdə aldığın dəstə güllər deyildi. Onları cemaat göndərirdi. Hə? Ay sənin Rəşid Tofiq Quliyevin mahnıları ilə yanaşı Üzeyir Hacıbəyovun Sevgili Canan romansını, eyni zamanda Puccini'nin Bogema operasından Rudolf'un ariyasını ifa edir. Bəxtiyar filmi üçün nəzərdə tutulan, lakin sonradan filmə daxil edilməyən bir neçə mahnılar, həmçinin Çaykovskinin Yevgeniy Onegin operasından Lenskinin ariyası Rəşid Behbudovun ifasında indiyədək qorunub saxlanılır. Я люблю тебя, как одна душа. Поэта только любит, ты одна в моих мечтаниях, ты одно мое желание, ты мне радость и страдание. Я люблю тебя, я люблю. Bəxtiyar filmi ekranlara çıxan gündən böyük uğur qazanır və dünyanın bir çox ölkələrində nümayiş etdirilir. Ala gözlü beydə, sən qəşəng, həsrətin qəlbimi yandırır ay mənə. Ala gözlü beydə, sən qəşəng, həsrətin qəlbimi yandırır ay mənə. Sənin mən hicrinə dözmərəm, səndən mən əlimi üzmərəm. Ala göz şirin sözlü beydə mən sənə yalvarıram, dərdindən heyvatay saraldım, gəl mənə yalvarıram. Ala göz şirin sözlü beydə mən sənə yalvarıram, dərdindən heyvatay saraldım, gəl mənə yalvarıram. – 1956-cı ilin sonlarında Moskvadan qayıdan Rəşid Behbudov Azərbaycan adlı orkestr yaratmağa başlayır. Qəlbim sənindir yar, qəlbim sənindir. İnsaf elə xoş sözlə, məni qəlbindir yar,
salər bu iş və bu naz. Gedər bir gün bu gözəllik. Я потерял ее, вместе с нею любовь. На щечке родинка, валу месяцем бровь. Ах, эта родинка меня с ума свела, разбила сердце мне, покой взяла. Ах, эта девушка меня с ума свела, разбила сердце мне, покой взяла. 57-ci ilin fevral ayında Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Konsert Orkestri dövlət statusu alır. Rəşid Behbudov Respublikanın ən istedadlı musiqiçilərini kollektivə dəvət edir. Rəşid Behbudov konsert kollektivi haqqında yazır. İstəyirdim elə kollektiv olsun ki, həm xalq musiqimiz, muğamlarımız, həm qədim rəqslərimiz, müasir xoreografiya nömrələri, həm bəstəkarlarımızın yazdığı vokal əsərləri, estrada, caz nömrələri bir konsertdə cəmləşsin. 5 aylıq gərgin məşqlərdən sonra Azərbaycan Konsert Orkestri 1957-ci il iyul ayının 28-də premyerasını keçirir. Analogu olmayan bu orkestr Azərbaycanda bir çox musiqi janrlarının yaranmasına ciddi təsir göstərir. Мое сердце, милый друг, у тебя в плену яр, у тебя в плену. Почему не хочешь ты на меня взглянуть, яр, на меня взглянуть? Думал я, разлука поможет от любви твоей мне уйти. Шли года, но образ твой все же был со мной неразлучен пути. Песня первой любви в душе до сих пор жива. Песни той, о тебе все слова. Əslində ayrı-ayrı insanlar tarixdə intibah dövrü yaradırlar. Deməli, hələ sağlıqlarında həyat yolu ilə ölməzliyi qazanan insanlar olur. Öyrənib kürfənd oldum, görən ərişxənd oldum. 20-ci əsr Azərbaycan musiqisində bəstəkarlarla yanaşı, Rəşid Behbudov vokal sənətində öz ifaçılığı ilə intibah dövrü yaradanlardan biri idi. Onlar, tutduğu yaradıcılıq yolu ilə ölməzlik yolçusu kimi yoluna davam edəcəklər. Dura bilmərəm səni.